Herkese salam dostlar. Bugün de yepyeni bir videoyla karşınızdayız. Bugünkü videomuzda sizlere cərmə vuruşlarını göstereceğim ve 5 en güçlü ve en effektif cərmə vuruşunu bu videoda öğreneceksiniz. Video keçməmişdən öncə video like atıp kanalımıza abone olmayı unutmayın dostlar ve videomuza keçid edək. Yerlə cərmə zərbəsi. Bu cərmə zərbəsini etmək için oyuncumuzu sağ tərəfə sürüşdürürük. Sürüşdürdükdən sonra topun tam ortasından sağ tərəfə yenə sürüşdürüb bir xətt çəkirik. 2 saniyəlik olmalıdır, çox tez olmamalıdır, yoxsa bu cərmə zərbəsi alınmaz. Məsəl üçün David Beckham'ı da götürək buradan. Yenə çeviririk, sol tərəfə bir xətt çəkirik 2 saniyəlik. Yəni sürüşdürürük topun tam ortasından və bu cərmə zərbəsini yerinə yetirir. Ölü yapraq vuruşu cərmə zərbəsi. Bu cərmə zərbəsini vurmaq üçün oyuncumuzda ölü yapraq vuruşu olmalıdır. Ronaldodur. Biraz kənara alırıq və ox istiqamətdən yuxarı biraz sürüşdürürük. Düz bir xətt atır, bu düz xətt sayəsində də bu qolu yerinə yetirir. Unutmayın ki, düz xətt olmalı, yəni kənardan yuxarı sürüşdürürük biraz, düz bir xətt çəkir və bu sayədə bu zərbəni yerinə yetirir. Sərt cərmə zərbəsi. Sərt cərmə zərbəsini vurmaq üçün biz David Beckham'ı götürdük və ekranda göstərdiyim istiqamətlərdə, yəni aşağı və kənara, yəni elə bilin ki, bir quş işarəsi atırsınız. Bu sayədə oyuncumuz kavisli bir dənə xətt çəkir və bu çəkdiyi xətt sayəsində çox sərt zərbələr vura bilir. Hətta burada yenə göstərək biz David Beckham'ı. Baxın, aşağı istiqamətdə birinci, sonra isə sağ istiqamətdə bir xətt çəkirsiniz və bu sayədə oyuncumuz bu cərmə zərbəsini vura bilir. Buradan təkrar göstərim. Baxın, aşağı çəkirsiniz, sonra isə sağ tərəfə bir xətt atırsınız. Yəni bu atılan xətt sayəsində oyuncu çox sürətli bir cərmə zərbəsi yerinə yetirə bilir ki, dostlar. Bu da məncə işinizə yarayacaq, amma bunun üstündə çox praktik eləmək lazımdır ki, bu yadınızda yaxşı qalsın. Xab zərbəsi. Xab zərbəsini vurmaq üçün oyuncumuza uzun məsafə pres olmalıdır. Topun üstündən bir xətt atırıq qapının içinə və bu asan şəkildə qol olur. Ayaq çölü trivela. Ayaq çölü trivela olmaq üçün məsəl üçün ən yaxşı oyunculardan biri Carlosdur. Topun üstündən qapının içinə doğru belə əyri bir xətt atırsınız. Gördüyünüz kimi baxın bu şəkildə. Təkrar göstərək buradan sizə, baxın kənara alırıq bir çıxqam. Sonra düz, yəni topun ortasından bir dənə kavisli xətt atırıq içəri və bu sayədə top qapıya sərt bir şəkildə gedir. Təbii ki, təkcə Carlos yox, sizin başqa oyuncunuz da ola bilər. Bu ayağının, yəni tərsi ilə qapıya baxın belə bir zərbə atır. Buna görə də qol olur. Bəli dostlar, videomuz bu qədərdir. Ümidvaram ki, videonu bəyənmisiniz. Növbəti videoda nəyin gəlməyini istəyirsinizsə kommentlərdə bildirin ki, mən də ona uyğun sizlər üçün video hazırlayım. Videomuz bu qədər. Like atıp abone olmayı unutmayın. Hamınızı çox sevirəm. Sağ olun dostlar.